İtaliya brendi var, Hollandiya brendi var. Bunlar hamısı zavod məkan olaraq yerləşir Çində. Hə. Bunlar palıd ağacının hamısı alır Rusiyadan, qoz ağacı Braziliyadan alırlar. Yoxsa bəzən baxırsan ki, tavan istifadə olunan minimalizm, döşəmədə gedir məsələn fransız parketi, divarda molding istifadə edirlər. Yəni bu artıq nə oldu? Başqa-başqa stillər. Pəncərəni adi su ilə təmizləyirdilər. Bəli. İndi pəncərə heç kim su ilə təmizləmir. Niyə? Pəncərə təmizləmək üçün xüsusi vasitələr çıxıb. Parket üçün də elə bir vasitədir. İstehsal tövsiyə edir ki, bununla təmizləyin. Maşın firmaları olsun, istər istehsalat olsun, istər nə bilim yarı fabrikat olsun, nə bilim hər şeydə nə fikirləşirsiniz ağlınızdan gəlirsə, dünyanın ən brend firmaları belə xüsusiləri istisna etmək şərti ilə də öz fabriklərini maraqlıdırlar ki, gedib Çində açsınlar. 8 saata yəni 3 saat, 2 saat qaldıqdan sonra bu qopursa deməli arasındakı qley keyfiyyəti aşağı səviyyədədir.